Neftçala rayonunda 2016-cı ilin sosial-iqtisadi yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Tədbirdə çıxışlar zamanı bildirilib ki, 2016-cı ildə rayonda ümumi məhsul istehsalının həcmi 2015-ci illə nisbətən 21,9% artıb. Aqrar sahədə müsbət irəliləyişlər əldə edilib. Kənd təsərrüfatı sahəsinin gəlirləri 75 milyon 762 min manat olub. Mərasimdə diqqətə çatdırılıb ki, rayonun aqrar sektorunda pambıqçılığın inkişafı əsas istiqamətlərdəndir. Ötən il 1541 hektar sahədə pambıq əkilib, 1978 ton məhsul tədarük məntəqələrinə təhvil verilib. Bundan başqa hesabat dövründə Neftçala Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb və burada avtomobil istehsalı zavodunun təməli qoyulub. Hazırda tikinti işləri davam etdirilir. Ötən ildə həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Neftçala rayon İnzibati Laboratoriya binasının Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinin tikintisi yekunlaşdırılıb. 2016-cı ildə rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı bir sıra işlər görülüb. Rayon İcra Hakimiyyəti tərəfindən məktəbəqədər təhsil müəssisələrinin təminatı diqqət mərkəzində saxlanılıb. Belə ki, rayonun Qaramanlı kəndində 20 yerlik körpələr evi, uşaq bağçası tikilib, istifadəyə verilib. Tədbirdə həmçinin vurğulandı ki, rayonun səhiyyə müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün də məqsədyönlü işlər həyata keçirilib.